Harun Mamadov burada təqdim edir. Salam aleykum dostlar. Bugünkü videomuz səmadan 3 metr yüksəklikdə 2 filmindən olacaq. Filmin birinci hissəsi biraz yola vermək olardı, amma ikinci hissəsi bərbad və fınışxanadan başqa bir şey deyil. Gəlin indi qısa olaraq filmimizlə tanış olaq. Aki Babidən ayrıldıqdan sonra otluğa istirahətə gəlib, sonra yenidən öz şəhərlərinə qayıdır. Şəhərə qayıdan kimi də ilk olaraq ölmüş dostun sevgilisi ilə görüşür. Uş, Mişkam, kötəlifsən. Pirotein içirsən. Al səndən ötüb dağıtmışdım, çox vaxtınızı. Sonra Aki gəlir Aspetrola benzin vurmağa. Habda da habı qəşəng qızla tanış olub, onun maşınına minib geyirlər. Xanım təsadüfən xaker döyüsünüz. Yo, niyə? Qəlbimi oğurladı ona görə. Adınız nədir? Açı. Acı, xlor. Mırtsan indi. Sən adın nədir? Adam Cinevra. Dosta cin deyirlər. Çin, kontur. Adımla məsələmə var yoxu tikərəm. Adımla məsələnmə. Adımla Aki qızı da götürüb köhnə dostları ilə görüşməyə gəlir. Ha bu qız kimdir? Təzə tanış olmuşuq, adı Cindir. Qaqra sən də kontur yükləmək istəyirdin. 5 ver. Dostlar oturub yeyişirlər, Arçi 5 dəqiqəlik tualetə gəlib qaydanda göyük küşü qızı oynadırlar. Nə əcəbsə qısqanmaq əvəzinə padoş kimi gülür. Yəqin ki hələ qız almaq fikri yox idi, ona görə qısqanmır. Aki qızı öylərinə göndərib, gəlir köhnə sevgilisi Babigilin öyün qabağına. Görür ki, Babinin öcə təzə sevgilisi var. Öpürəm balam. Hərdən? Öpmək yiyipəm. Və Aki yenə başlayır zırıllamağa. Aki, həbilə yetənəksizsiniz kimi bir verilişdə işə düzəlir. Cin daha bura iştirak eləməyə gəlir. Bir sözlə hablar yavaş-yavaş başlayırlar sevgili olmağa. Deyə bilərsiniz ki, habı niyə aşağı baxır? Çünki hər dəfə habının motosikletinə qız minəndə habında Habı oğlan Babinin birinci seriyadakı qoyub qaçan sevgilisidir. İndi bacısı ilə sevgilidir. Mən sevdiyim anı. Tezcə qoyaq. Leypey, bomba kayıfta. Deyirəm Leypey, bomba kayıfta. Qız gah onunla yalaşır, gah bununla, sonunda da habını tualetə basıb fınlayırlar. Maraqlıdır ki, çox vaxt həbilələrə qayıdıbdır ki, bütün kişilər hamısı eyni şeydir. Yaxşı qız bütün kişiləri tanımaz. Babinin valideynlərinin il dönümü olur. Arvad ərinə bahalı qızıl saat hədiyyə eləyir, əri isə öz arvadına Məlik Məmmədin nağılı. Mən qızıl saat alıb sən nağıl. Habı soxa-soxda Mən hamiliyəm. Ay səni cırıq. Əslində kişinin arvadına ucuz hədiyyə almağının səbəbi var qızını sevməsi idi. Yəni xəyanət elirdi. Qəşəng hədiyyələr, zadlar ona geyirdi. Hablar da habıda güya polodan ötürü darıxırlar. Yəni Katina sevgilisi Alçində ən yaxın dostu. Darıxdıqları üçün də başlayırlar öpüşməyə. Nə vaxt amma kişəli dəymir. Qımışıram ucu. Gədə təzə ölüf ya, bu zadoza sahib çıxın da. Hər şey bir qırağa, xoşlandığın qızı kişi hamamına soxmaq nədir ay bala? Ay bölümünüzə bax, nə gedərəm, offam. Uşaqlar hamınıza verə bilərəm. Cuflayın getsin. Ha bu boynu yoğun şeydir, heç nə vecinə deyil. Peysar. Məncə filmin adı səmadan 3 metr yüksəklikdə yox, 3 metr boynu yoğun olsaydı daha məntiqli olardı. Hələ qızın kişi tualetində paçalarını aralayıb gəl deməsini demirəm. Az indi içəri kimsə girəcək. Səncə nəsə fərqi var? Pis hər şeysən. Düzdür. Yığmır olduq. İzzət içərin gəlsin. Aki boş vaxtlarında qıza motosiklet sürməyi də öyrədir. Çala kimi sənə, suram oğlu. Ay bilə yavaş yıxılın. Düzsü. Tötbaş olduq. Çin. Atovun kəlləsini tikin. Atovun kəlləsini tikin. Bir gün işdə Arçi cinə deyir ki, 5 dəqiqə habıda gözlə bir dənə yer var, keyif gələ. Və getdiyi yerdə Babi ilə qarşılaşır. Babi Arçinin Oxanın sahilinə gətirib habıda təpişirlər. İşlərini qurtardıqdan sonra Babi Arçini iş yerinə geri qaytarır. Bir aydan sonra öylənəm. Oğluz olsa mənim adımı qoy. Arçi maşından düşüb qayıdır iş yerinə. Və habıda da nə görsə yaxşıdır, sevgilisini zorlayırlar. Eləməyin, nə olar? Mən o alasıydım, eləməyin. Dinən bax nə gözləyirdin. Sevgilivi oğlanlar oynadanda, sevgilivi kişi hamamına salanda, kişi tualetində fınlayanda heç qeyrətin oyanmırdı. Hardaydın? Niyə gəldin pes? Sənin qeyrətimi tikim. Yaşına akıp giden gilesi, yüreğinden bakıp gedir ağlamak.
Son olaraq gəlin personajlara ümumi nəzər salaq. Bobby nişanlısı var. Bir ay ərzində öyrənməlidir, amma artçıya döydürür. Bobby'nin bacısı Bobby'nin köhnə sevgilisi ilə sevgilidir, amma ona buna çırpdırır. Bobby'nin dədəsi kaftar yaşında arvadına barmen ilə xəyanət eləyir. Archie'nin ən yaxın dostu Katina'nın da sevgilisi Polo ölür. Ölümündən 2 gün keçməmiş, hablar başlayırlar öpüşməyə. Archie maması da fınış olur. Əri ola başqası ilə yatır. Hələ isə Cinin qardaşından danışmamışam. Archie abına 50 evro pul verir ki, evə biraz gec gəl, mən də baca rahat fınlayım. Ha bu cool sifətdən isə yetərincə danışdıq. Onsuz bir söz hansı bezin qırağıdır. Ama bir yerine düşkünsün sen değilsen. Filmdə bir dənə normal personaj yoxdur. Axı necə bu film haqqında? Ay nə gözəl filmdir. Ay öldük deyirlər. Belə dostlar, yenə bir videomuzun sonuna çatdıq. Əgər videolarımızı bəyənirsinizsə like edib kanalımıza abunə olmağı unutmayın. Bəyənmirsinizsə də məni blok eləyin ki, qabağınıza çıxıb sizin mazğonuzu xarab eləməyim. Növbəti videolarda görüşənədək öpəyirəm.